Salam. Bugün sizin təqdim etdiyiniz materiallar əsasında Azərbaycan Vergi Məcəlləsinin, belə deyək, bəzi praktik tərəflərinə birgə nəzər salacağıq. Salam. Bəli, çox vacib məqamlar var. Məqsədimiz həm fərdi şəxslər, həm də şirkətlər üçün, yəni əsas qaydaları, anlayışları, güzəştləri qısa zamanda anlamaqdır. Məsələn, başlayaq elə bu Azərbaycan mənbəyindən gəlir anlayışından. Bu nə deməkdir tam olaraq? Bu çox əsas bir şeydir. Yəni, verginin harda ödəniləcəyini müəyyən edir. Qısaca, əgər gəliriniz, məsələn, Azərbaycandakı muzlu işdən, burada istehsal olunan maldan və ya göstərilən xidmətdəndirsə, bu yerli mənbədən sayılır. Aydındır. Sənədlərdə bir də qeyri-kommersiya fəaliyyəti var. Bu da birbaşa qazanc məqsədi olmayan fəaliyyətlərdir. Yəni, əldə edilən pul yalnız nizamnamədəki məqsədlərə sərf olunur. Fələri nədir? Yəni, gündəlik həyatda nəyə diqqət etməlidirlər? Məsələn, mağazada nağd ödəniş edəndə aldığımız o çeklər. Bəli, tam olaraq. Qanuna görə, nağd hesablaşma aparan hər kəs, yəni satıcı, alıcıya mütləq müəyyən məlumatları əks etdirən çek və ya qəbz verməlidir. Bu, həm də şəffaflıq üçündür. Düzdür. Bir də texniki məsələ var. Əgər kassa aparatı xarab olsa, işləməsə, dərhal vergi orqanına xəbər vermək lazımdır. Bunlar ödəyicinin birbaşa məsuliyyətidir. Təbii ki, vergi orqanlarının da öz səlahiyyətləri var. Yoxlamalar barədə nə deyə bilərik? Necə aparılır bu yoxlamalar? Materiallarda iki əsas növ göstərilir. Kameralı yoxlama, yəni ofisdən sənədlərə baxmaqla, bir də səyyar yoxlama var. Bu zaman birbaşa ünvana gedilir. Səyyar yoxlama nə qədər çəkir adətən? Ümumiyyətlə, 30 iş günündən çox olmur, amma bəzi daha çətin, mürəttəb hallarda 90 iş gününə qədər uzana bilər. Amma bir qayda olaraq ildə bir dəfədən artıq olmur. 90 gün, xeyli müddətdir. Amma bu istisnadır. Bir də maraqlı bir metod var, xronometraj deyirlər. Bəzən vergiləri hesablamaq üçün müəyyən vaxt ərzində fəaliyyətə, necə deyim, birbaşa nəzarət edirlər. Maraqlıdır. Bunlar oldu öhdəliklər, nəzarət. Yaxşı, bəs güzəştlər, vergi yükünü azaldan nəsə var? Məsələn, adi vətəndaşlar üçün gəlirlərlə bağlı. Əlbəttə var. Fiziki şəxslər üçün xeyli önəmli güzəştlər nəzərdə tutulub. Məsələn, hədiyyələr, amma müəyyən məbləğə qədər 2500 manata qədər, bir də miras 20.000 manata qədər gəlir vergisindən azaddır. Bu vacibdir. Sonra, müalicə üçün verilən maddi yardımlar var. Ölkə daxilində 10.000 manata, xaricdə isə 50.000 manata qədər olan yardım vergiyə cəlb olunmur. Alimentlər də həmçinin. Bir də əsas iş yerində maaşı 2500 manata qədər olanlar var. Bəli. Onların gəlirinin hər ay 200 manatlıq hissəsi vergidən azaddır. Bu, birbaşa aşağı və orta gəlirli işçilərə dəstəkdir əslində. Çox yaxşı. Bəs xüsusi qruplar, məsələn, və ya bizneslər üçün hansısa güzəştlər varmı? Var. Məsələn, milli qəhrəmanlar, sonra müharibə ilə bağlı birinci və ikinci qrup əlilliyi olan şəxslər. Onların aylıq 400 manata da gəliri tamamilə vergidən kənardadır. Biznes tərəfdə isə xüsusilə kiçik sahibkarlığa diqqət var. Mikro sahibkarlıq subyektləri var, bilirsiniz. Eşitmişəm. Onların gəlirinin və ya mənfəətinin deməli 75%-i vergidən azaddır. Bu çox ciddi bir stimuldur, həqiqətən. Bəzi güzəştlər isə sahəvi və müvəqqətidir. Məsələn, kənd təsərrüfatı məhsulları istehsalçılarına uzun müddətli azad olma verilib, bir də media subyektləri üçün 3 illik güzəşt var. Keçək əlavə dəyər vergisinə, yəni ADV-yə. Bu barədə də məlumatlar var idi. Qısaca, kimlər ADV ödəyicisidir və hansı sahələr bu vergidən azaddır? ADV ödəyicisi, qısaca desək, qeydiyyatdan keçən və ya keçməli olan şəxslərdir. Amma bir çox əməliyyatlar var ki, ADV-dən azaddır. Məsələn, maliyyə xidmətləri, valyuta alqı-satqısı, təhsil, tibb xidmətləri, bir də dərman satışı. Bunlarda ADV yoxdur. Yəqin sosial əhəmiyyətinə görə. Çox güman ki. Bundan başqa, malların ixracı, beynəlxalq daşımalar 0 dərəcə ilə vergiyə cəlb edilir. Yəni, faktiki ADV tutulmur. Bu da ixracı həvəsləndirir, düzdür? Bəli, məntiqlidir. Hətta bəzi hallarda ödənilən EDV-ni geri almaq da mümkündür. Məsələn, əcnəbilər üçün o tax-free sistemi var. Bir də bizim öz vətəndaşlarımız üçün perakəndə satışda, kafelərdə falan ödənilən EDV-nin bir hissəsini geri almaq olur. O EDV geri al mexanizmi. Bu çox populyarlaşıb son vaxtlar.
Deməli, məcəllə təkcə gəlir vergisi və EDV ilə bitmir, başqa hansı vergilər və qaydalar var? Qısaca toxuna bilərikmi? Bəli, əlbəttə. Məcəllə daha genişdir, sadələşdirilmiş vergi var. Bu, daha çox kiçik bizneslər üçündür, hesabatlılığı asanlaşdırır. Aksizlər var, tütün, içki kimi mallara tətbiq olunur. Sonra əmlak vergisi, torpaq vergisi, bunlar da məcəllədə tənzimlənir. Anladım. Bir də çox vacib bir məqam var, işğaldan azad edilmiş ərazilərlə bağlı. Orada fəaliyyət göstərən rezidentlər üçün, deməli, çox böyük güzəştlər tətbiq edilir. Onlar 2023-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergidən tamamilə azaddılar. 10 il. Bu çox ciddi dəstəkdir. Bəli, bu həmin ərazilərin iqtisadi cəhətdən dirçəldilməsi üçün, yəni çox güclü bir addımdır. Təbii ki, qaydaları pozanlar üçün cərimələr, yəni maliyyə sanksiyaları da var. Məsələn, düzgün olmayan çek verilməsi və ya bankların vergi orqanının sərəncamını vaxtında icra etməməsi kimi hallar üçün. Beləliklə, bugün sizinlə birlikdə vergi məcəlləsinin bəzi, necə deyim, əsas məqamlarına toxunduq, təriflərdən başladıq, öhdəliklərə, yoxlamalara, sonra da müxtəlif güzəştlərə baxdıq. Ümumləşdirsək, həqiqətən də məcəllə çox detallıdır, çox şaxəlidir. Maliyyə əməliyyatlarından tutmuş, sahəvi güzəştlərə, nəzarət mexanizmlərinə qədər, yəni hər şey var. Və bu sizi, yəni dinləyicilərimizi bir sual üzərində düşünməyə vadar edə bilər əslində. Buyurun. Bütün bu spesifik qaydalar, bu güzəştlər, azad olmalar, fərqi yoxdur. Fərdi səviyyədə olsun, ya biznes üçün Azərbaycanda İnsanların və şirkətlərin maliyyə qərarlarına, planlamasına real olaraq necə təsir göstərir? Yəni, hansı qapıları açır və ya hansı məqamlarda daha diqqətli olmağı tələb edir? Doğrudan da düşündürücü sualdır. Sahə mürəkkəb olsa da, ümid edirik ki, bu qısa müzakirəmiz sizə təqdim olunan materiallar əsasında ümumi mənzərəni anlamağa kömək etdi.